Tənasüb iki nisbətin bərabərliyinə tənasüb deyilir. Yəni biz nisbətin nə olduğunu əvvəlki dərsimizdə keçmişik. Məsələn, belə bir nisbətlərə baxaq. 4 bölünsün 6, yəni 4-ün 6-ya nisbəti. Bir də baxaq 10-un 15-ə nisbəti. Bu nisbətləri sadələşdirək. 4-ün 6-ya nisbəti hər ikisini 2-yə bölsək 2 bölünsün 3 olacaq. 10-un 15-ə nisbətində hər ikisini 5-ə bölsək 2 böl 3 olacaq. Deməli, ikisində də cavab 2-nin 3-ə nisbətini aldıq. Yəni, bu nisbətlər bərabərdir. Onda bunlara biz tənasüb deyirik. Yəni, biz bilirik ki, bu nisbətləri kəsir kimi də yazırdıq. Yəni, 4-ün 6-ya bərabərdir 10-un 15-ə nisbəti. Kəsir şəklində də yazsaq, eyni qayda olur. Yəni, ümumi şəkildə desək, A bölünsün B bərabərdir C bölünsün D. Ümumi şəkildə belə yazırıq və ya kəsirlə yazsaq A bölünsün B bərabərdir C bölünsün D. Burada B ilə C orta hədlər adlanır. Belə baxanda da görürük ki, ortada dayanıblar da, belə deyək. Orta hədlər, orta hədd. A ilə D isə kənar hədd adlanır. Çünki kənarlarda dayanıb. Kənar hədd. Və kəsrlə yazdıqlarımızda da deməli birincinin surəti ilə ikincinin məxrəci. Bunlar olur kənar hədd. Kənar hədd. B ilə C isə olur orta hədd. B və C isə orta hədd olur. Gəlin tənasübət çalışmalara baxaq. Bir nömrəli çalışmada deyir, nisbətlərin ekvivalent olduğunu göstərməklə onların tənasüb əmələ gətirdiyini əsaslandırın. A variantında 8 böl 12. Hər ikisini 4-ə bölürük, 2 böl 3. 4 böl 6, hər ikisi 2-yə bölünür, 2 böl 3. Deməli, bunlar tənasübdür. Yəni, A, B-də 3 bölünsün 4,5. Hər ikisini 10-a vururuq. 30 böl 45. Hər ikisini 15-ə bölürük. 2 bölünsün 3. 16 böl 24. Hər ikisi 8-ə bölünür. 2 bölünsün 3. Yəni, bu da tənasübdür. C-də 39-da 21 bərabərdir. Hər ikisi 3-ə ixtisar gedir. 13-də 7. 65-də 35 bərabərdir. Hər ikisi 5-ə ixtisar gedir. 13-də 7. Yəni, bunlar da bərabər oldu. D-də 1,2 böl 8 bərabərdir. Sadələşdirir. 12 bölünsün 80. Hər biri 6-ya bölünür. 2 bölünsün 15. Sən burada 90 kimi fikirləşdim. 90 yox, 80 bölünməyəcək. 80 ilə 12-si, hər ikisi 4-ə bölünür. 3, 80-i də 4-ə böldük, 20. Digəri isə 1,8 bölünsün 12, yəni 18 bölünsün 120. Hər ikisi 6-ya bölünür. 20, 18-də 6-ya böldük, 3. 20-də 3, 20-də 3, yenə də bunlar bir-birlərinə bərabər oldu. 2-də verilmiş nisbəti sadələşdirin və ona ekvivalent nisbət yazmaqla tənasüb qurun. 6 böl 3. A variantı, nisbəti sadələşdirsəm, hər ikisi 3-ə bölünür, 2 bölünsün 1. Ona ekvivalent nisbət yazın. Məsələn, 5-ə vururam, 2-ni 5-ə vurduq, 10, 1-i də 5-ə vururuq, 5. Deməli, 6 böl 3 bərabərdir 10 böl 5. B-də 14-ün 7-yə nisbəti 2-nin 1-ə nisbətidir. 2-nin 1-ə nisbətində, məsələn, 10-a vuraram, 20 böl 10, yəni 14 bölünsün 7 bərabərdir 20 böl 10. C-də 12-nin 4-ə nisbəti 3-ün 1-ə nisbətidir. 5-ə vursam, olacaq 15 böl 5. Yəni 12-nin 4-ə nisbəti 15-in 5-ə nisbəti tənasüb oldu. D variantında 36 24-ə
Hər ikisi 12-yə bölünür. 3 böl 2. İndi mən 3'ü məsələn 7-yə vuraram. 21. 2'ni də 7'yə vururam. 14. Yəni 36 böl 24 bərabərdir 21 böl 14. Y variantında 30 böl 45. Hər ikisi 15'ə bölünür. 2 böl 3. 2'ni 6'ya vuraram 12. 3'ü də 6'ya 18. Yəni 30 böl 45'ə tənasüb olması üçün 12 böl 8. F'də 27 böl 63. Hər ikisi 9'a bölünür. 3 7. Yəni 7'də 3. İndi bunun hər birini məsələn 5'ə vuraram. 35'də 15. Yəni 27 bölünsün 63 bərabərdir 35'də 15. 3'də fikirlərin doğruluğunu yoxlayın. Ekvivalent nisbətləri tənasüb şəklində yazın. A variantında 51'in 24'ə nisbəti, yəni 51 bölünsün 24, 34'ün 16'ya nisbətinə bərabərdir. 34 bölünsün 16. Baxaq. 51 bölünsün 24'ü sadələşdirsək, hər ikisi 3'ə bölünür. 17 bölünsün 8. 34'ün 16'ya nisbəti, hər ikisi 2'yə bölünür. 17, 8. Bəli, demək bunlar tənasübdür. B variantında 12'nin 14'ə nisbəti 12 böl 14 və 25'in 35'i 25 böl 35. Hər birini sadələşdirək. 2'yə ixtisar gedir. 6 bölünsün 7. 35 ilə 25 yerlərini dəyişik yazın. 25'in 35'ə nisbəti hər biri 5'ə bölünür. 5 bölünsün 7. Birində 6 böl 7, birində 5 böl 7. Demək bu tənasüb deyil. Bu doğru, bu yanlış. C variantında 2,5'in 4'ə nisbəti 35'in 56'ya nisbəti. 2,5 böl 4, yəni 25 bölünsün 40, 5'ə bölünəndə 5 böl 8. 35 böl 56, 7'yə bölünəndə 5 böl 8. Hər ikisi 5 böl 8 oldu deyə, demək bu da tənasübdür. Verilən nisbətlər arasından ekvivalent olanları müəyyən edin və tənasüb yazın. 6 hər birini sadələşdirək. 6'nın 14'ə nisbəti 2'yə bölsək 3 böl 7. 9'un 21'ə nisbəti 3'ə bölündü 3 böl 7. 14'ün 28'ə 7'yə getdi 2 bölünsün. Daha doğrusu elə 14'ə bölünür 1 bölünsün 2. Deməli 3 böl 7, 3 böl 7 olan bu ikisidir. Yəni bu ikisi tənasüb olacaq. B variantında 18'in 32'yə nisbəti hər ikisi 2'yə bölünür. 9, 16. 6'nın 16'ya nisbəti 2'yə bölündü. 3'ün 8'ə. 15'i 40'a nisbəti 5'ə bölündü. 3'ün 8'ə. Demək ki 6, 16 və 15, 40. Bu ikisi tənasübdür. C'də 10'un 14'ə nisbəti 2'yə bölündü. 5 böl 7. 14'ün 21'ə nisbəti 7'yə bölünür. 2 bölünsün 3. 25'in 35'ə nisbəti 5'ə bölünür. 5 böl 7. Yəni birinci ilə üçüncü tənasüb oldu. Bax, burada bununla bu. Onların arasında bərabərlik işarəsi qoyuruq. D variantında 18'in 24'ə nisbəti. Hər ikisi 6'ya bölünür. 3'ün 4'ə. Onu 12'yə böləndə hər ikisi 2'yə, 5'i 6'ya. 15'i 18'ə. 3'ə bölündü. 5 böl 6. Demək bu ikisi tənasüb oldu.
Y variantında 14, 16, hər ikisi 2-yə bölünür. 7 böl 8, 21-in 24-ə nisbəti 3-ə bölünür. 7 böl 8, 24-ün 32-yə nisbəti hər ikisi 4-ə bölünür. Hər ikisi elə 8-ə də bölünür. 24-ü 8-ə 3, 4. Amma 8-də 7, 8-də 7 bu ikisidir deyə bu ikisi tənasüb əmələ gətirir. F-də isə 6-da 4 bərabərdir 2 böl 3. 12-də 9 bərabərdir. Hər birini 3-ə böldük. 3 böl 4. 15-də 10 bərabərdir. Hər birini 5-ə böldük. 2 böl 3. Deməli, birinci ilə üçüncü. Yəni, burada da 6-da 4 bərabərdir 15-də 10.